Salam dəyərli kanal izləyicilərim. Monitoring izahlarına qaldığımız yerdən davam edirik. Bugün sizə monitoring 11-in izahına baxacağıq. Monitoring 11 izahına keçməmişdən əvvəl qeyd edim ki, bundan öncəki izahlar üçün kanala abunə ola bilərsiniz. Hər bir monitoring izahının suallarının hər birinin bir izahını paylaşmışam. 51-ci sualımızla başlayaq. 144 dərəcəli şua 2-10 nisbətində bölünüb. Deməli, biri 2K-dır, digəri isə 10K-dır. Topladıqda 12K. 12K 144-dürsə, K olacaq 12. K 12-dirsə, 2-ni 12-yə vuran zaman 24, 12-yə vuran zaman 20. Böyük bucağımız 10-u 12-yə vurarıq, 120 dərəcə. Doğru cavabımız olar C variantı. 52-ci sualımız. Uzunluğu 24 pi santimetrdən çevirən diametrini tapın. 2 pi bərabərdir 24 piyə. Buradan da R bərabərdir 12 olacaq. Doğru cavabımız olacaq B variantı. 53-cü sualımız. Ay ərzində kitab mağazasında satılan fizika, kimya, tarix və biologiya dərsliklərinin diaqramı verilib. Satılan kitabların neçə faizi kimya dərsliyidir? Hamısını cəmləsək 30, 60, 90, 180. 180 ilə də 120 edəcək 300. 300 bizim ümumi kitablarımızdır. Kimya kitabları isə 120-dir. 120 bölünsün 300, vurulsun 100%. 300 ilə 100 ixtisar gedər 3 qalar. 120-ni də 3-ə bölən zaman 40% edəcək. 53-cü sualımız olacaq B variantı. 54-cü sualımızdır. Eyni ədədlərində kobun əbabına nisbəti onların ortaq olmayan sadə vuruqlarından hasilidir. Hər ikisində ortaq 10-dur. 10-u qarşıya çıxararam 3 və 4. 3 və 4 də qarşılıqlı sadə ədədlərdir və elə ortaq olmayan sadə vuruqlardır. Bunların da hasil edəcək 12. Doğru cavab olacaq C variantı. 55-ci sualımız sadə sualdır. Mötərizəni açırıq A plus B. A plus B cəminin yerinə 9-dan %91 qoyuruq. Çıxılsın 3-dən %71. Cavabımız olacaq 6,2. Doğru cavab olacaq A variantı. 56-cı sualımızda birinci maşında 16,4, ikinci maşında birincidən 4,2 kiloqram az. Yəni 6,4-dən çıxırıq 4,2-ni, qalır 12,2. Üçüncü maşında isə ikincidən 1,8 çoxdur. 12,2-nin də üstünə 1,8 gələn zaman edəcək 14 kiloqram. Üçüncü maşında 14 kiloqram olacaq. Doğru cavabımız olacaq B variantı. 57-ci sualımız. Burada çarpaz vurarıq. 4y çıx x bərabərdir 15x-ə. 4y bərabərdir 16x. Y bərabərdir 4x. Aparıb yerinə yazsaq 4x-də x-ə bölən zaman doğru cavab 57-ci sualımızda olacaq C variantı. 58-ci sualımıza baxaq. 50 pulun 10%-ni Türkiyəyə verərsə, pulları bərabər olar. Türkiyə pulun 25%-ni 50-yə verərsə, 50-nin pulu Türkiyənin pulunun neçə qatı olacaq? Deyək, tutaq ki, 50-nin pulunu bilmirik. Tutaq ki, 100 manat qəbul edək. 100 manatın 10%-ni veribsə, bu 90 manat. 10 manatını veribsə, bunun 80 manat pulu qalıb. Türkiyənin də 80 manat olmalıdır. Türkiyənin də pulunun 25%-ni 80 manat olduğu üçün 80-də 25%-i 80-i 25-ə vurub 100-ə bölərik. 120 manat edəcək. Burada ixtisarlar aparsaq 120-yə 5, 80-i də 20-yə 4. 4 dəfədə 5-in 20. Deməli, 20 manatını veribsə, artıq Türkiyənin 60 manat pulu qalıb, əldə isə 120 manat olubdur. 120-ni də 60-a bölən zaman 2 qatı olacaq. Doğru cavab olacaq A variantı. 59-cu sualımız. 3 qardaşdan 3-ünün yaşı ikicinin 2 qatı, birinin yaşı isə birincinin 3 qatıdır. Deməli, birinci qardaş 2x, ikinci qardaş 3x, üçüncü qardaşı isə 6x götürək. Birinci qardaşla ikinci qardaşın cəmi, yəni 5x bərabərdir 20-yə, x bərabərdir 4-ə. X bərabərdir 4. Ayrı yaşlarını tapsaq 8 yaş, 12 yaş, 24 yaş.
İkinci qardaşın yaşına gələndə, birinci və ikinci qardaşın yaşları cəmi 20 olduğuna görə birinci qardaş. Birinci qardaş ikinci qardaşın yaşına gələndə bu 4 yaş artmış olacaq. O zaman üçüncü qardaşın da yaşı 4 yaş artacaq. 24 topla 4, 28'e bərabər olacaq. Doğru cavab olacaq C variantı. 60-cı sualımız. 60-cı sual. X kiçik bərabərdir 12 bərabərsizliyinin natural həllər çoxluğunu tapın. Təbii ki, burada 12 də daxil olacaq. 1-dən 12 daxil olmaqla. Doğru cavab olacaq 60-da A variantı. 61-ci sualımız. Açıq B fərqinin ən kiçik qiymətini tapın. Ən kiçik qiymət tapmaq üçün, deməli, biz burada ən kiçik qiyməti tapmaq üçün A-nın ən kiçik qiymətini seçirik. 20-ni. B-nin isə ən böyük qiymətini 19. 20-dən də 19 çıxan zaman qalır 1. Doğru cavab olur B variantı. 62-ci sualımız. Üçbucağın ikinci tərəfi birinci tərəfdən 3 cm böyükdür. Deməli, üçbucağın tərəflərini qeyd edək. İkinci tərəf birincidən. Birinci x-dir. İkinci x plus 3-dür. Üçüncü tərəf isə birincidən 2 dəfə böyükdür. Yəni 2x-dir. Bunların cəmi 39 olmalıdır. 4x topla 3 bərabərdir 39-a. Buradan 4x 36. X də 9 olacaq. Böyük tərəfin uzunluğu da 2x olduğu üçün 2 vur 9 18 olacaq. Doğru cavab olacaq A variantı. 63-də uzunluğu 8, eni 5 metr olan otağın döşəməsinə hər tərəfdən 1 metr boş yer qalmaqla xalça açılmışdır. Baxın, 1 metr yuxarıdan 1 metr aşağıdan bu 5 metrdən içini çıxırsınız. O xalçanın eni olur 3. Xalçanın eni 3 olur. Uzunluğu isə 6 olur. 3'ü də 6'ya vuran zaman 18. Döşəmənin də eni, daha doğrusu döşəmənin də sahəsi 8 vur 5'dir. 8 vur 5, 40. 8 vur 5, 40. 40'dan da 18 çıxarıq. Xalçanın, yəni boş qalan yerin sahəsi olacaq 22 metr kvadratı. Doğru cavab olacaq C variantı. 64. Düzbucaqlının enini 2 dəfə artırıb uzunluğunu 4 dəfə azaltsaq, onun sahəsi necə dəyişəcək? Təbii ki, 2 dəfə azalacaq. Doğru cavab olacaq C variantı. Kubun tilini 3 dəfə artırsaq, kubun tili A kubudur. 27 dəfə artmış olacaq. Yəni 3'ün kubu 27 dəfə artmış olacaq. 66-cı sualımızda verilmiş şəkildə AB 60 cm isə bərabər tərəfi üçbucaqdan təşkil olunmuş bu fiqurun perimetrini tap. Deməli, 66-cı sualımızda AB məsafəsi 60'dir. Yəni bu trapesiyadır. Bu trapesiyanın böyük oturacağı 60 olacaq. Kiçik oturacağı da 20-20 40 olacaq. Yan tərəflərdə 20-20 40 olacaq. 40 ilə 40'ı toplayırıq. 80, 80 ilə də 60, 140. Doğru cavab olacaq B variantı. Altmış 7-ci sualımız yeni müxtəsər vurma düsturudur deyə bu sualın izahı qalsın. Çünki bu sual 6 sinif şagirdlərinə uyğun sual deyil. Çünki bu sual 7-ci sinifə aiddir. 68-ci sualımıza baxaq. Burada 40 dərəcə. Baxın, ABD üçbucağı necə üçbucaqdır? Bərabər yanlı üçbucaqdır. 180-dən 40'ı çıxarsınız. %80'dən 40'ı çıxıb bölürük 2'yə. Oturacağı bitişik bucaqlar hər biri 70 dərəcə olur. BCD bucağının da xarici bucağıdır həmin bu. ADC bucağı, ADB bucağı. ADB bucağı BCD bucağının xarici bucağıdır. Yəni ikisinin cəmi 2x ilə 5x cəmi 7x bərabər olmalıdır 70'ə. X də bərabərdir 10'a. X olacaq 10 dərəcə. Doğru cavab olacaq B variantı. 69-cu sualımızda mərkəzi A və B nöqtəsində olan çevrələr bir-birinə xaricdən toxunurlar. Xaricdən toxunursa onların mərkəzlər arasındakı məsafə radiuslar cəminə bərabər olur. Biri də birindən 5 dəfə böyükdür. Biri x-dir, kiçiyi, digəri də 5x-dir.
bərabərdir 42-yə. 42-ni 6-ya bölərik. X olar 7. AC məsafəsi də bizdən AC-ni istəyir. AC də elə kiçik çevrənin radiusudur. Yəni elə 7 olacaq. Olacaq D variantı. 70-ci sualımız. Torbada 5 qırmızı, 4 yaşıl, 1 göy var. Ümumi hamısını toplayırıq 10. Bütün mümkün hallar sayımız 10'dur. Torbadan bir şar çıxarılarsa qırmızı şarın çıxma ehtimalı. Qırmızı da 5 olduğu üçün cavab olur 2-də 1. 61-ci sualımız. Baxın, ABC 55 dərəcədir. Mərkəzi O adlandırsaq, orada OA ilə OB radius olduğu üçün bərabər yanlı üçbucaq yaranır. Ona görə bucaq A da 55 dərəcə olur. Yəni BAC də 55 dərəcə olur. Hər biri 55 olduğu zaman 55, 55, 110 dərəcə, 180-ə də 110 dərəcə çıxan zaman mərkəzi AOB bucağı olur 70 dərəcə. 70-in qarşısı da 70 dərəcə olduğundan COD bucağı da bərabər yanlı üçbucaq olduğundan təpə bucağı 70 dərəcədirsə 180-dən 70 çıxarıq. 110, 110 da 2-yə böləndə hər ikisi yenə olacaq 55 dərəcə. Yəni ADC bucağı da 55 dərəcəyə bərabər olacaq. Deməli 12 litr zeytun yağından hər gün 5-4 litr istifadə olunur. 12-ni 5-də 3-ə bölərik. 12-ni 3-də 5-ə vurarıq. 4 dəfə, 4 dəfə də 5-in 20. 20 günə 70 olar. Doğru cavab olar A variantı. Həcmi 27 cm kub olan kubun tam səthinin sahəsi. A kubu bərabərdir 27-dirsə, deməli tili 3-dür. Tili 3-dürsə tam səthinin sahəsi də 6A kvadratıdır. 9, 9 dəfə də 6-ın 54 olacaq. 74-cü sualımız. Tərəflərinin nisbəti 5, 7, 8 kimidir. Üçbucağın perimetri 60-dır. 12, 8, 20, x bərabərdir 60-a, x də bərabərdir 3-ə. Ən kiçik tərəfin uzunluğu da 5 vur 2, cavab olacaq 10. 5x olduğu üçün 5 vur 2 cavab olacaq 10. 2x plus 4y bərabər 30 sənin qrafik üzərində götürmüş nöqtənin ordinatı 7 olarsa apsisini tapın. Ordinat 7-dirsə, yəni y-dir. Y-in yerinə 7 yazmalıyıq. 2x topla 4 dəfə 7-in 28 bərabərdir 30-a. 30-dan 28 çıxarıq 2, 2-ni də 2-yə böləndə ordinatımız, yəni apsisimiz olacaq 1. İzahımız bu qədər. Növbəti izahlar üçün kanala abunə olmağı unutmayın. Sağ olun.